Ağacoyma dekorativ tətbiqi sənətin ən incə və zəhmət tələb edən sahələrindəndir. Burada adi bir taxta parçası ustanın əlində bədii əsərə çevrilir. Ağacoyma ustası Elşad Məmmədov da qədim fotoşəkillərə əsaslanaraq tarixi abidələri və memarlıq nümunələrini ustalıqla canlandırır. Binanın cürbəcür rakuslardan götürmək olar da, gərək elə rakus olsun ki, baxımlı olsun, belə gözə oxşasın. Binanın elə bir tərəfini çəkmək olar, elə bir tərəfini oymaq olar ki, o heç nə adama göstərməsin, bildirməsin. Amma elə yerləri var ki, o demək olar ki, möcüzədir. Qədim Bakının küçələri və memarlıq abidələri Elşad Məmmədovun yaradıcılığının əsas mövzusudur. O, ağacoyma sənəti və rəngkarlıq vasitəsilə bu mənzərələri özünə məxsus üslubda canlandırır. Elşad Məmmədovun yaradıcılığında insan portretlərinə rast gəlinmir. O, əsərlərində şəhərsalma mədəniyyətinin zəngin irsini əks etdirir. Xüsusilə Şirvanşahlar mövzusunda hazırladığı ağacoyma nümunələrində qədim sarayın möhtəşəm ruhu yenidən canlanır. Şirvanşahların bütün elementləri burada var. Bu birisi məsələn işlər hamısı, bu da Şirvanşahlardır, bu ana türbədir, orada var. Bu Şirvanşahların girişidir, o da orada var. Bu qala kəndidir. Birinci dəfə şəhərdə rəssamların küçəsində gördüm taxtadan belə bir oyma. Evə gəlib bu işi oydum. Qız qalasıdır, ən birinci işimdir. Bundan sonra istisna işlər başladı dəyişməyə, qız qalası olduqca belə. Biraz burada başqa formadır, başqa çıxıntılar var. Sənətkarın əsərlərinin hazırlanması işin mürəkkəbliyindən asılı olaraq bir həftədən 2-3 aya qədər davam edir. O baxır ölçüsünə, elə olur 3 ay, məsələn bu iş haradasa 4 aya mən ərsiyə gətirmişəm. Çünki mən oyduğum işlərdə heç bir texnikadan istifadə eləmirəm, ancaq bıçaqlarla oyuram. Bıçaqdan başqa frez, kəsər, belə şeylərdən istifadə eləmirəm. Əsasən meşə ağac növlərindən istifadə olunur. Fıstıqdır, şabalıqdır, cökədir, qozdur, belə ağaclardan istifadə olunur. Elşad Məmmədov yalnız ağacoyma ilə kifayətlənmir, rəngkarlıq sahəsində də fəaliyyət göstərir. Lakin o, əsərlərinə ənənəvi kətan üzərində deyil, daşın səthində həyat verir. Daşın səthi maksimallə düz olmalıdır. Qalınlığı çox qalın olmamalıdır. Divarda durmağı üçün, yaraşıqlı görsənməyi üçün. Elə daşlar var ki, teksturalı daşlar var, məsələn, bunu kimi. Bu daşın üstü, məsələn, bir teksturası var. O teksturalardan da istifadə edirsən, forma verirsən o daşın teksturasından. Elşad Məmmədovun yaradıcılığı göstərir ki, adi taxta parçası və daş bir sənətçinin əlində xalqın tarixini, yaddaşını və mənəvi dəyərlərini yaşadan sənət əsərlərinə çevrilə bilir. Arzu Yusif, Elvin Qəhrəmanov, Azər Məcidov, Mədəniyyət xəbərləri.